Hər vaxtınız xeyir olsun əziz izləyicilər, hər birinizi salamlayıram. Bizim bugünkü test izahımız Dimtest vəsaitindən say haqqında olacaqdır. İlk öncə sayın quruluşca növləri, sayın mənaca növləri testlərinin izahına baxaq. Birinci sual. Yalnız biri saydı. Minlərlə, min sayından minlərlə sayı əmələ gəlib. Elə cavabımız olmalıdır A variantı. Az sayından azlıq ism əmələ gəlib. Çox sayından çoxluq ism əmələ gəlib. Bir sayından birgə zərf əmələ gəlib, 3 sayından üçlük ismi əmələ gəlib və yaxud da ki, üçlük sözünü sifət kimdə işlədə bilərik. Cavabımız olur A variantı. İkinci sual. Hansı cərgədə sıra sayı yoxdur? Yəni, ıncı, inci, uncu, üncür şəkilçili söz olmayan variantı seçməliyik biz. O da cavabımız olmalıdır. C variantı. 20 müəyyən miqdar sayıdır, 5də 1 kəsir sayı, çox da qeyri-müəyyən miqdar sayıdır. Üçüncü sual. Cümlələrin birində qeyri-müəyyən miqdar sayı işlənibdir. Birisi cavab vermək istədi. Burada birisi kimsə nə əvəz edirsə o əvəzlikdir. Çox adam buna inanmırdı. Çox söz nədir? Saydı, qeyri-müəyyən miqdar sayıdır. C variantında da çox söz var, amma yadda saxlayaq ki, çox sözü əgər feilin əvvəlində gəlirsə, zərf kimi işlənmiş olur. D variantında 7 müəyyən miqdar sayıdır. Y variantında birincilər sıra saydı. Cavabımız olur B variantı. 4. Biri say deyil, bir sıra saydı, çox, çoxlu, çoxluca bunlar saydı, amma çoxdanki sözü say deyil. Çox sayından çoxdan zərfi, çoxdan zərfindən çoxdanki sifəti əmələ gəlir. Cavabımız olur C variantı. 5. Hansı cərgədə qeyri-müəyyən miqdar sayı yoxdur? 4-cü sıra saydı, 5də 1 kəsir saydı, 16 müəyyən miqdar saydı. Elə cavabımız olur A variantı. Burada qeyri-müəyyən miqdar sayı yoxdur. B variantındakının hamısı qeyri-müəyyən miqdar saydı. C variantında az qeyri-müəyyən miqdar saydı. D variantında bir qədər qeyri-müəyyən miqdar saydı. Y variantında yüzlərcə qeyri-müəyyən miqdar saydı. 6-cı sual. Biri say deyil. 5də 1, 5-ci 3-4 xeyli saydı, amma çoxluq sözü say deyil. Çox sayından çoxluq ism əmələ gəlibdir. 7. Qeyri-müəyyən miqdar sayı hansı cümlədə işlənmişdir? Siz xeyli danışdınız. Xeyli sözü qeyri-müəyyən miqdar sayı olur, amma ismin əvvəlində işlənirsə, zərfin əvvəlində işlənirsə, daha doğrusu feilin əvvəlində işlənirsə zərf olur. Demək, bugün həddindən çox işləməlisən, çox hərəkətlə bağlıdır, yenə zərfdir. C variantında 8 müəyyən miqdar saydı. Cavabımız D variantıdır. Çox işlər. Çox burada isimlə bağlıdır. Qeyri-müəyyən miqdar saydı. Y variantında 5-ci sıra saydı. 8-ci sual. Qeyri-müəyyən miqdar saylarından ibarət cərgəni müəyyən edin. 5-ci sıradır. Bir neçə, çox, xeyli. Cavabımız olar B variantı. 9. Hansı cümlədə qeyri-müəyyən miqdar sayı işlənmişdir? A variantında 10 müəyyən miqdar saydı. B variantında 3-cü sıra saydı. C variantında xeyli hərəkətdən bağlı olduğuna görə zərfdir. D variantında 8-4 müəyyən miqdar saydı. Y variantında xeyli sözü isimlə bağlı. Demək, bu nədir? Qeyri-müəyyən miqdar saydı. 10-cu sual. Müəyyən miqdar saylarından ibarət cərgəni müəyyən edin. 10-12 qeyri-müəyyən miqdar saydı. Xeyli qeyri-müəyyən miqdar saydı. 100 min müəyyən, 19 müəyyən, 20 müəyyən. Cavabımız olur C variantı. 11. Qeyri-müəyyənlik bildirən sayları müəyyən edin. İkinci sıra, əvvəlinci sıra bir neçə olar, 1-ə 5 olar. Bir say deyil, zərfdir. Eyni sayın, eyni müəyyən miqdar sayının təkrarından əmələ gələn sözlər zərf olur. Bir sıra qeyri-müəyyəndir, çoxlu qeyri-müəyyəndir. Yəni cavabımız 3, 4, 6, 7. Yoxsa səhv mi elədik? 1-ə 5 say deyil, 1-5 kimi baxmışım. 1-ə 5 zərfdir. Məsələn, məhsulumuz 1-ə 5 artdı. Nə qədər artdı? 3, 6, 7 cavabımız olmalıdır. D variantı. 12-ci sual. Hansı sayılar əşyanın sayını dəqiq müəyyən edir? Yəni, müəyyən miqdar saylarını tapmalıyıq. 15 müəyyən miqdar sayıdır. 1556. Demək, elə cavabımız 3, 4, bir də milyon. 5 cavabımız olur Y variantı. 13. Hansı sayılar düzəltmədir? 10-dan 10-uncu əmələ gəlir, düzəltmədir. 100-dən yüzlərlə düzəltmədir. 10-dan onlarca düzəltmədir. 3də 1 mürəkkəbdir, 12-ci mürəkkəbdir. 1, 2, 3 cavabımız olur Y variantı. 14. Cümlələrin birində qeyri-müəyyən miqdar sayı işlənibdir. Gələnlərin çoxu. Elə bu çox nədir? Qeyri-müəyyən miqdar sayıdır.
Bir variantında birisi sözünü kimsədən əvəz eləyirik. Demək əvəzlikdir. C variantında çox söz hərəkətlə bağlıdır, zərfdir. D variantında 7 müəyyən miqdar sayıdır. Y variantında birinci sıra sayıdır. 15 say işlənmiş cümlə hansıdır? Bircə sənə inanıram. Bircə sözünü yalnız sözündən əvəz eləyə bilirsə zərfdir. B variantında say yoxdur, neçə sayın sualıdır. Azacıq aşım, nə qədər aşım, azacıq aşım. C variantıdır cavabımız. D variantında xeyli hərəkətlə bağlıdır, zərfdir. Y variantında eyni sayın təkrarından əmələ gələn söz dedik ki, zərfdir. Ona görə cavabımız C variantıdır. 16. Hansı cümlədə qeyri-müəyyən miqdar sayı işlənib? Bacım çox çalışır, çox və xeyli. Bu nədir? Feildən bağlı olduqlarına görə zərfdir. B variantında bir sıra qeyri-müəyyən miqdar sayıdır. Elə cavabımız olur B variantı. C variantında bir söz say deyil, bir söz say və ədat kimi işlənir. Bir sözünü əgər başqa bir saydan əvəz eləyə biliriksə say, yox əvəz eləyə bilmiriksə ədatdır. D variantında 5, 3 bunlar müəyyən miqdar sayıdır. Y variantında 2-cə 2 say, C də ədatdır. Cavabımız B variantıdır. 17. Hansı cümlədə qeyri-müəyyən miqdar sayı işlənibdir? A variantında say yoxdur. Nə qədər sual əvəzliyidir. B variantında bir çox qeyri-müəyyən miqdar sayıdır. 1-ə 5 zərfdir. 2-2 eyni sayın təkrarından əmələ gələn sözlər zərf olur. 5-ci də sıra sayıdır. Demək cavabımız oldu B variantı. 18. Hansı cümlədə say işlənmişdir? A variantında neçənci sayın sualıdır. B variantında 5-ci sıra sayıdır. C variantında say yoxdur. D variantında bircə sözünü yalnızdan əvəz eləyə bilirik, ədatdır. Y variantında çox sözü hərəkət bildirən sözlə, yəni özündən sonra feil gəlibdir. Ona görə də zərfdir. Cavabımız B variantıdır. 19. Hansı cümlədə qeyri-müəyyən miqdar sayı işlənmişdir? Elə A variantında bir çox qeyri-müəyyən miqdar sayıdır. B variantında bir qədər say deyil, çünki hərəkət bildirən sözlə bağlıdır, zərfdir. C variantında çoxdan sözü say deyil, çox sayından çoxdan zərfi əmələ gəlibdir. D variantında onlarla say deyil, o sözün kökü lar cəm şəkilçisi, la da ilə qoşmasıdır. Y variantında biraz söz hərəkət bildirən sözlə bağlı olduğuna görə zərfdir. Cavabımız demək olur A variantı. 20-ci sual. Verilmiş cümlələr əsasında cədvəldəki uyğun fikirləri müəyyən edin. Hərbi təlim zamanı Gülara 50 mümkün xaldan 44-ünü toplayaraq birinci yerə namizəd oldu. İndi doğru və yanlış. Doğru yanlış olanları seçməliyik biz buradan. Sayın həm mənaca, həm də quruluşca hər bir növünə aid nümunə var. Burada saylarımız 50, 44 və birincidir. Demək 50 sadə, 44 mürəkkəb, birinci də düzəltmədir. Quruluşca hər bir növünə aid nümunə var. 50-dir, 44-dür miqdar sayıdır, birinci də sıra sayıdır. Bəli, mənaca növünə hər birinə aid nümunə var. Yəni saylar mənaca neçə növə bölünür? Miqdar və sıra saylar. Yəni miqdarın içərisində gedir o qeyri-müəyyən, kəsir, müəyyən. Əsas odur ki, həm miqdar, həm də sıra sayı var. Biri doğru olaraq götürürük. Müəyyən miqdar saylarından biri quruluşca düzəltmə, digəri mürəkkəbdir. 50 sadədir, 44 mürəkkəbdir. Demək, 2 səhvdir. Ümumiyyətlə, müəyyən miqdar sayları quruluşca düzəltmə olmur. 2 çıxdıq, 1-i götürdük. Sıra sayı quruluşuna görə miqdar saylarından fərqlənir. Bəli, çünki miqdar sayı sadə və mürəkkəbdir, sıra sayı düzəltmədir. 3 doğru fikirdir. Bizə yanlış lazımdır. Saylardan heç bir qrammatik şəkilçi qəbul etməmişdir. Demək, 44-ü mənsubiyyət şəkilçisi var, hal şəkilçisi var. Amma qəbul edibdir. Demək, doğrudan doğru, yanlışdan yanlış seçdiyimizə görə cavabımız D variantı 1-4 olur. 21. Sayın bu növü hansı sualına cavab verir? Sıra sayıdır. Məsələn, 5-ci sinif hansı sinif? 22. Qeyri-müəyyən miqdar sayı işlənmiş cümləni müəyyən edin. Biraz fikrə getdi. Biraz hərəkətlə bağlıdır, bu zərfdir. Xeyli hərəkətlə bağlıdır, zərfdir. Çox hərəkətlə bağlıdır, zərfdir.
Minlərlə nədir? Minlərlə adam, qeyri-müəyyən miqdar sayıdır. Cavabımız olur D variantı. Əvvəlinci sıra sayıdır. 23. Hansı cümlədə qeyri-müəyyən miqdar sayı işlənmişdir? A variantında çox hərəkətlə bağlıdır, zərfdir. B variantında bir çox nədir? İsimdən bağlıdır. Cavabımız B variantıdır. C variantında 8 müəyyən miqdar sayıdır. D variantında zərfdir. E variantında 5-ci sıra sayıdır. Cavabımız olur demək B variantı. 24-cü sual. Bir nəfər atların yanında qaldı, digər 4 nəfər isə evə daxil oldu. Demək, burada bir müəyyən miqdar sayı var. 4 müəyyən miqdar sayı var. Doğru fikirlər istəyir bizdən. Uzaqdan 5-6 nəfər atlı göründü. İkisi atlarını daha sürətlə çapırdı. Burada 5-6 qeyri-müəyyən, ikisi müəyyən miqdar sayıdır. İndi baxaq fikirlərə. Demək, hər iki cümləyə aid fikirdir. Müəyyən miqdar sayı işlənmişdir. Bəli, birinci cümlədə də var, ikinci cümlədə də var. Biri götürürük. Quruluşca mürəkkəb say var. Birinci cümlədə sadədir. İkinci cümlədə mürəkkəb var, 5-6. Amma birinci cümlədə yoxdur. Ona görə 2 hər ikisinə aid eləyə bilmərik. Keçək 3-ə. Cümlələrin yalnız birinə aid fikirdir. Numerativ sözdən istifadə olunmuşdur. Cümlənin yalnız birinə aid fikir. Numerativ söz. 5-6 nəfər. Burada nəfər sözü var. Numerativ söz. Bir nəfər. Bir nəfər atların. Demək, birinci cümlədə nəfər numerativ söz deyil. Çünki numerativ söz o zaman olur ki, sayla ismin arasında işlənsin. Bir nəfər, burada nəfər insan mənasındadır. Amma 5-6 nəfər atlı. Demək, numerativ sözdən istifadə olunmuşdur, ikinci cümləyə aiddir. Birinci cümləyə aid deyil. Ona görə 3-ü götürürük. 4-ə baxaq. Qeyri-müəyyən miqdar sayı işlənmişdir. Birinci cümlədəki müəyyən miqdar sayıdır. İkinci cümlədə 5-6 qeyri-müəyyən miqdar sayıdır. 4-ü götürürük. Bu da birinə aid fikirdir. Sonra cümlələrin heç birinə aid olmayan fikir. Quruluşuna görə sadə olan say işlənmişdir. Birinci cümlədə də var, ikinci cümlədə də var. Ona görə 5-i götürmürük. Kəsr sayından istifadə edilmişdir. Heç birində kəsr sayından istifadə edilməmişdir. Cavabımız olur Y variantı. 25. Nümunələrdəki sayların məna növünü nəzərə alaraq ardıcılığı müəyyən edin. Bir çox nədir? Qeyri-müəyyən miqdar sayıdır. Daha sonra ən azı 10. 10 nədir? Müəyyən miqdar sayıdır. Birinci sıra sayıdır. 3, 2, 1. Cavabımız olmalıdır. D variantı. 26. Hansı cümlədə say işlənmişdir? Rüstəm dayıdan az yazmayıblar. Az hərəkətlə bağlıdır, zərfdir. B variantında çox sözü yoruldum feildən bağlıdır, zərfdir. Sonra bir xeyli danışdı, yenə hərəkətlə bağlıdır, zərfdir. Rüstəm kişinin sərt xasiyyətindən bircəni yalnızdan əvəz edilik zərfdir. Bizi istəməyənlər nə qədərdir? Çoxdur. Bax, bu çox sözü saydır. Cavabımız olur Y variantı. 27. Hansı cümlələrdə say qeyri-müəyyənlik bildirir? Yəni ki, qeyri-müəyyən miqdar say olsun. Demək, birinci cümlədə xeyli qeyri-müəyyən miqdar saydır. Sonra ikinci cümlədə qeyri-müəyyən miqdar sayı yoxdur. Çünki burada çox sözü hərəkətdən bağlıdır. Üçüncü cümlədə çoxlu qeyri-müəyyən miqdar sayıdır. 4-də dəfələrlə zərfli hərəkətdən bağlıdır. 5-də az vaxt sözündən bağlıdır və qeyri-müəyyən miqdar sayıdır. Demək, cavabımız olur 1, 3, 5. 28. Qeyri-müəyyən miqdar sayı. Birinci cümlədə xeyli, kitab, xeyli qeyri-müəyyən miqdar sayıdır. İkinci cümlədə çox hərəkətdən bağlıdır, bu zərfdir. 3-də çoxlu odun, nə qədər odun, qeyri-müəyyən miqdar sayıdır. Xeyli hərəkətdən bağlıdır, zərfdir, götürmürük. Çox vaxt, çox sözü isimdən bağlıdır, götürürük. 1, 3, 5. 29. Quruluşca sadə düzəltmə və mürəkkəb sayların ardıcıllıqla verildiyi nümunələri müəyyən edin. 8 sadə, onlarca
düzəltmə 3-4 mürəkkəb 1-i götürürük. 80.000 birinci mürəkkəb gəldi, götürmürük. Kərvan birinə, demək birinə, kərvanın birinə, biri sadədir, ikinci düzəltmədir, 3-4 də mürəkkəbdir, 3-ü götürürük. Demək 3, 11, 3 sadə, 11 mürəkkəbdir, bunu götürmürük. Cavabımız demək olur 1 və 3.